Dövləti sınaq 2. Fraspa döyüşündən sonra Artabazın xarici siyasətində dəyişdik. Təbii ki, Artabaz Parfiyanın işğalçılıq siyasətinə qarşı Roma ilə yaxınlaşdı. Elə bu cavab da D variantında öz əksini tapıbdı. Atropatena dövlətinə aid səciyyəvi olmayan xüsusiyyət deyir. Eradan əvvəl 3-cü əsrin son rubunda arası Qaradəniz sahilərinə qədər əhatələnib. Bəli, bir doğrudur, bu Artabazanın dövrüdür. Eradan 3-cü əsrin 20-ci illərində Böyük Midiyada baş verən üsyanı yatırmışdı. Eradan əvvəl 4-cü əsrin 20-ci illərində üsyan baş vermişdi. Yəni Böyük Midiyadakı üsyanı yatırmışdı. O da Atropatena dövlətinə aid deyildi. Atropata aid olsa da dövlət deyildi. Yəni 4-cü əsr qoysa da, 3-cü əsr qoysa da, hər iki halda da bu Atropatena dövlətinə aid deyil deyə 2-ni götürürük. Paytaxt Qazaka və eyni zamanda Fraspa hökmdar şəhəri idi. Bəli, doğrudur. Roma ilə yaxınlaşmaq Atropatena ərazisini genişləndirmə imkanı verdi. Bəli, doğrudur. Atropatenada hakim din Yunan tanrılarının inamı da hakim din Zərdüştlük idi. Düzdür, Yunan tanrılarına sitayiş olubdu, amma hakim din Zərdüştlük olub. Ona görə 2 ilə 5 yanlış cavab. Yəni Atropatena dövlətinə aid deyil. Sonra baxırıq, demək, növbəti sualımız 3. Venn diaqramı. Venn diaqramında əvvəlcə Artabazana, yalnız Artabazana aid olanlar, yəni 1 yalnız Artabazan, 2 yalnız Ariobarzan, 3-də isə ortaq cəhətlərini göstərəcəyik. Demək deyir ki, burada hakimiyyətini bir çox ərazilərə yaya bilməsi. Artabazan dövründə deyirik, Qaradəniz sahillərinə qədər genişləndirib. Ariobarzan da Kiçik Asiya üzərində ağalıq eləyib. Deməli, hakimiyyətin bir çox əraziləri hər ikisi qayıbdır. O zaman 3-ə A-nı götürərik. Hakimiyyətə gəlməsinə Oktavian Avqustun kömək eləməsi, bu Ariobarzandır. Demək, 2-yə B-ni götürürük. Selevki dövlətinin asılılığı qəbul etməsi, bu Artabazan idi ki, döyüşə hazır olmadığı üçün asılılığı qəbul edir. Deməli, buna C-ni götürürük. Roma ilə diplomatik münasibətlərin saxlanılması. Roma ilə diplomatik münasibətlər, deməli, Artabazanın yox, amma Ariobarzanın dövründə olubdur. Deməli, 2-yə D-ni götürərik. 3-cü əsrdə hakimiyyətdə olması. Burada eramızın 3-cü əsrindən getdiyinə görə söhbət heç birini aid eləyə bilmərik. Deməli, burada 1-ə C cavabı, 2-yə B-D, 2-yə 1-ə C, 2-yə B-D, 3-ə də A cavabını götürürük. Yəni B variantı olur cavabımız. Sonra baxırıq 4-cü suala. Göstərilənlərə aiddir. Roma imperatorunun yardımı ilə Atropatenada hakimiyyətə gəlmişdi. 10 il Romada yaşamışdı. Təbii ki, söhbət Ariobarzandan gedir. Ariobarzan, yəni B variantı. 5-ə xəttə qeyd edilmiş dövlətlə Atropatenanın münasibətlərinə aid doğru fikirləri göstərin. Gördüyümüz kimi çəkmə, burada Roma imperiyası olubdur. Yəni Romadan söhbət gedir. 1-ci əsrin 1-ci yarısı və 1-ci əsrin 2-ci yarısından danışırıq. Demək, deyir ki, işğalçılıq siyasətinə qarşı Parfiya ilə birləşməsi söhbət eradan əvvəl 53-cü ildən gedir. Bu da eradan əvvəl 1-ci əsrin 1-ci yarısına düşür. Deməli, 1-ə A-nı götürürük. Bəli, götürdük. Ariobarzanın hakimiyyətə gəlməsinə dəstək olması. Ariobarzanın hakimiyyətə gəlməsinə dəstək olması 1-ci əsrin 1-ci yarısı ola bilməz. Ona görə B-ni götürə bilmərik. Sonra baxırıq, demək, Atropatena qüvvələrinin Mark Krasın qüvvələrinə qarşı vuruşması, təbii ki, qara döyüşünə söhbət gelirsə götürürük. 1-ə demək, həm də C-ni götürürük. 1-ə AC. 1-ci əsrin 2-ci yarısı Atropatena ərazisinin canişinlər vasitəsilə idarə etməsi. 1-ci əsrin 2-ci yarısı, burada söhbət 36-cı illəri demək istəyir, yəni o dövrün xarakterizə eləyib deyil. Atropatena ərazisinin canişinlər vasitəsilə idarə etməsi deyə bir şey yoxdur, yanlışdır. Oktavian Avqusta diplomatik əlaqələrin olması. Oktavian Avqusta diplomatik əlaqələr Fraspa döyüşündən sonra bunu vurğuluyuruq. Roma ilə yaxınlaşır. Demək, həqiqətən də Oktavian Avqusta diplomatik əlaqələr olubdur. Onda B-ni götürürük. 2-yə B-ni götürürük. Demək, 1-ə C-ni götürdük. 2-yə də B-ni götürürük. 1-ə C, 2-yə B, 1-ə C, 2-yə B olan varianta baxaq. 1-ə C, 2-yə B. 1-ə həm də A-nı götürmüşdük. Demək, 1-ə AC, 2-yə B. Doğru cavabımız A variantı olur. İmperator Antonian qoşunlarından Antoni imperator deyildim. Ona görə də bu yanlışdır. Baxırıq növbəti suala. Tayfalara aid düzgün uyğunluğu müəyyən edin. Deməli, Kaspilər, Maqlar, Kadusilər. Kaspilər əsasən Muğan ərazisində bu mülk tayfaları idi. Ona görə də yanlışdır. Bu yanlışdır deyə A-nı götürə bilmərik. Yəni 6-da 1-ə A-nı götürmədik deyə, məsəl üçün Y variantı çıxır variantdan, C variantı çıxır variantdan.
Sonra baxırıq. Yunan Əhəməni müharibələrində iştirak eləmişlər. Bəli, Kasplər həqiqətən də Yunan-İran müharibələrində iştirak ediblər. Onda B-ni götürürük. 1-ə B-ni götürürüksə, demək A variantı çıxır variantdan. Eradan əvvəl 3-cü minillikdə Aşuriyaya qarşı mübarizə aparmaları deyil. Eradan əvvəl 3-cü minillikdə Aşuriyaya qarşı mübarizə Kaspilərdə yoxdur. Bu da yanlışdır. Demək, 1-ə sadəcə B-ni götürdük. 1-ə B-ni götürdüksə, demək B variantı çıxdı. Variantdan cavabımız qaldı D variantı. Digərlərini isbat edək. 2-yə B-C götürürük. Avesta kitabının mühafizəçiləri həqiqətən maqlar idilər. Odayının xidmətçiləri idilər. Bəli. 3-ə də C-ni götürür. Kadusilər C Əhəmənilərin zamanında öz daxili müstəqillərini saxlamışlar. Bəli, Kadusilər öz daxili müstəqillərini saxlamışlar. B variantı da düz olardı. Yəni bu Qavqamel döyüşü düz olardı, amma Daranın ətrafında birləşmələr, yəni burada Qavqamel döyüşünə İskəndər tərəfdən yox, Əhəməni tərəfdən vuruşmur deməli idi. Ona görə yanlışdır. Qavqamel döyüşündən sonra 3-cü Daranın ətrafında birləşməyib. Əksinə Kadusilər onun cavablarını, yəni çağırışını cavabsız qoymuşlar Atropat kimi. Atropatla bir olmuşlar. Ona görə də A da yanlışdır. Cavabımız olur D variantı. Sonra gəldik 7-yə. 2-ci əsrin əvvəllərində Atropatena dövlətinin müstəqilliyini bərpa etməsinə səbəb olan hadisə. 2-ci əsrin əvvəlləri, yəni 190. 190-da da Maqnesiya döyüşü baş verir. Atropatena müstəqilliyini bərpa edir. Eradan 2-ci əsrin sonu və 1-ci əsrin 1-ci əsrin şərq-qərb qarşıdurmasına aid səciyyəvi xüsusiyyətləri müəyyən edin. Bilirik ki, şərq-qərb qarşıdurması bir eradan əvvəl 4-cü əsr Makedoniya. Eyni zamanda da dedik ki, Əhəməni qarşı durmasıydı. Bir də 2-ci, 1-ci əsrdə də Parfiya Roma qarşı durmasıdır. İndi bizə ona aid səciyyəvi xüsusiyyətləri soruşur. Burada Selevki deyir, çıxıram. Kara döyüşünə Pompeyin qoşunlarının məğlub edilməsi. Kara döyüşünə Pompey yox, Krast, ona görə çıxıram. Parfiya ilə Atropatenanın ittifaq şəklində mübarizə aparması. Bəli, Parfiya Atropatena müttəfiq idilər, doğrudur. Antoni Makedoniya imperiyasını bərpa etməyə cəhd etməsi belə bir şey yoxdur. Deməli, Parfiya ilə Atropatena arasında qənimət bölgüsü üstünə münasibətlərin pisləşməsi. Bu var, amma şərq-qərb qarşıdurmasına aid deyil. Çünki bu eradan əvvəl 36-cı ilə aiddir. 36-da 1-ci əsrin artıq 2-ci yarısıdır. Yəni, təbii ki, ona görə də buna aid ola bilməz. Sadəcə 3 götürürük. Yəni, B variantı. Hadisə nəticə əlaqəsi doğru verilməmişdir. İnkar. Yanlışı soruşur, yəni. Baxaq hadisə nəticə əlaqəsinə. Demək, Maqnesiya döyüşünün baş verməsi, Atropatenanın Selevki dövlətinin asılı hala düşməsi, əksinə asılılıqdan çıxıbdır. Demək, nəticə əlaqəsi düz verilməyibdir. A-nı götürürük. Azərbaycanda həmən əsarətinə son qoyulması Atropatena və Albaniya dövlətlərinin xeyr, Makedoniya əsarətinə son qoyulandan sonradır. Deməli, burada da hadisə nəticə əlaqəsi doğru verilməyibdir. Yəni, B-ni götürürük. Elə A, B-də doğru cavab çıxmış olur. Sonra baxırıq 10-cu suala uyğunluğu müəyyən edin. Eradan əvvəl 3-cü əsr Atropatena mübarizə aparıb, Eradan 1-ci əsr Atropatena mübarizə aparıb da, təbii ki, Eradan əvvəl 3-cü əsrdə Selevkilərlə mübarizə aparıbdır, yəni 1-ə B. Eyni zamanda da 2-yə, yəni 1-ci əsrdə də demək, həm Roma ilə mübarizə aparıb, həm də Parfiya ilə mübarizə aparıbdır. Ona görə də 2-yə də A-D götürürük. Atropatena dövlətinin idarəçi sisteminə aid doğru fikri müəyyən edin. Bizdən idarəçiliyi soruşur 11-də. Ağsaqqallar Şurası hökmdara tabi olması. Atropatenada ağsaqqallar demirik. Hökmdardan sonra ikinci şəxsin ay məbədinin kahin olması bu Atropatenaya aid deyil. Ensi rütbəsi təbii ki aid deyil. Dövlət başçısının xalq yığıncağı tərəfindən seçilməsi xeyr monarxiya idi. Hakimiyyət irsi şəkildə ötürülür. Bəli, doğru cavab Y variantıdır. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində, yəni 36-da Romanın işğalçılıq siyasətinə qarşı mübarizə var. Atropatena təbii ki artabazdır. Onun üçün Atropatena dövləti Manna dövləti ilə oxşar və Əhəməni dövlətindən fərqli cəhəti. Manna ilə oxşar olsun, Əhəməndən də fərqli olsun. Hakimiyyəti irsi ötürülməsi Manna ilə oxşardır, amma Əhəməndən fərqli deyil, o da oxşardır. Demək ki, A yanlışdır. Urmiya gölü hövzəsində meydana gəlməsi, Atropatena Urmiya gölü hövzəsində, Manna da Urmiya hövzəsindədir. Amma Əhəməni Urmiya hövzəsində deyil, İran ərazisindədir. Ona görə də elə B variantı Manna ilə oxşar, Əhəməndən fərqli cəhətdir. Atropatena aid xronoloji ardıcılığı göstərin. Frasp 36, Oktaviana diplomatik əlaqələrlə 36-dan sonra. Demək, bundan sonraki hadisəni tapmalıyıq. Bundan sonra da olan hadisə hansıdır? Elə Atropatenanın Kiçik Asiyada ermənilər üzərində hakimiyyətə sahiblənməsi Romanın köməkliyi ilə Ariobarzanın dövrünə aiddir. Artabaz üçün səciyyəvi deyil.
soruşur. Parfiya ilə Romaya qarşı ittifaq, müttəfiq olması həqiqətən müttəfiq olubdu. Antoniya qalib gəlibdi. Xarici siyasətə dəyişiklik eləyibdi. 30-cu illərdə hakimiyyətdə olubdu. Karra döyüşündə isə Artabaz olmayıbdı Karra döyüşündə. Ona görə də demək, yəni Karra döyüşü eldən əvvəl 53-dür. Mark Kras burada vuruşmuşdu. Amma biz Artabazda 36 Fraspa döyüşündə deyirik. Atropatena dövlətinin eramızın əvvəlləri tarixçisi, yəni söhbət eramızdan gedir, bizim eradan. Demək, katakomba qəbirlərinin inşasına başlanması, katakombalar Albaniyada alanlarla bağlıdır. Yəni Atropatenaya aid deyil. Yerli pullar Albaniyaya aid, Atropatenaya aid deyil. Atropatenalar sülaləsi tərəfindən idarə edilməsi eramızın ilk əsrindədir. Atropatenlər sülaləsinin son nümayəndəsi Ariyavast idi. O da eramızda hakimiyyətdə olub. Deməli, bəli, 3-ü götürə bilərik. Selevki işğalı eradan əvvəldir, getdi. Ariyavast da son nümayəndə, bəli. Demək, cavab 3-5-dir. Daha əvvəl baş vermişdir. Baryak üsyanın yatırılması 327. Makedoniya imperiyasının dağılması 323. 3-cü Antiox 223. Karra döyüşü 53, Atropatena yenidən Midiya satrap təyin edilməsi 328. Bizdən də daha əvvəl baş verən soruşuna görə ən birinci olanı götürəcək. Yeradan əvvəl gəlirik, deməli 328 bunlardan böyükdür. Yeni götürürük. Sonra baxırıq, demək, neçəyə 18-ə. 1-ci əsrin 1-ci yarısı Atropatenanın Parfiya meyli siyasət yürütməsinin səbəbi idi. Təbii ki, Romaya qarşı mübarizə idi. Deməli, Romanın şərqə doğru işğal hücumlara başlaması. 53 və 38. 53-də də 38-də də Roma ilə mübarizə var, amma 53-də Atropatena və Parfiya qalib gəlib, 38-də isə Roma qalib gəlibdir. Demək, oxşar cəhət nə olacaq? Təbii ki, məhz burada Atropatena və Parfiyanın müttəfiq olub Romaya qarşı mübarizə aparması. Atropatena dövlətinə aid uyğunluq gözlənilməmişdir, deyir 20-də. Deməli, ölkə ərazisində elm mədəniyyəti həqiqətən yayılıbdır. Qəbələ Şamaxı Albaniyaya aiddir. Təbii ki, bu şimal torpaqlardır. Atropatena nəyə görə aid olsun? Ona görə də cavab B variantı. Atropatena dövlətinə aid olanı soruşur. Cənubi Azərbaycanda əsası qoyulmuş ilk dövlət olması xeyri, ilk deyəndə Manna götürürük, bu ola bilməz. Era 3-cü əsrin 2-ci yarısının işğalcı hücumlara məruz qalması. 3-cü əsrin 2-ci yarısı, yəni 223-ə düşür. Bəli, Selevki hücumuna məruz qalıb 2-ni götürürük. Əhalinin Yunan tanrılarına sitayiş etməsi həqiqətən Yunan tanrılarına sitayiş olunub, 3-ü də götürürük. Əsas din Zərdüşt olsa da Yunan tanrılarına sitayiş olunubdur. Kerifdə də bunun göstəricisidir. Əhəməni dövləti ilə dostluq əlaqələrinin saxlanılması, Əhəməni necə əlaqələr saxlasın? Əhəməni süqut edəndən sonra Makedoniyadan sonra Atropatena yaranıbdır. Atropatın yenidən satrap vəzifəsinin qaytarılması bu Atropata aiddir, amma Atropatena dövlətindən əvvəldir. Yəni dövlətdən əvvəl olduğuna görə götürmürük. Deməli, sadəcə 2 və 3 götürürük. Baxırıq 22-yə. Atropatenaya aid diaqramın uyğunluğunu müəyyən edin. 3-cü əsrin 2-ci yarısı, 1-ci əsrin 2-ci yarısı ortaq cəhət. Deməli, ümumi düşmənə qarşı Parfiya ilə müttəfiq olması. Ümumi düşmənə qarşı Parfiya ilə müttəfiq olması. Baxaq, ümumi düşmənə qarşı Parfiya ilə müttəfiq. Parfiya ilə müttəfiqlik 1-ci əsrdə də var, 2-ci əsrdə də var. Amma 3-cü əsrdə bunu deyə bilmərik. Deməli, bu sadəcə 2-yə aid, yəni 2-yə A götürürük. Sonra baxırıq, elm mədəniyyəti yeniliklərini istifadə etməsi hər bir dövrdə götürə bilərik. Yəni, bu ortaq cəhətdir. 3-ə deməli B götürürük. Romanın işğalçı hücumlarına qarşı mübarizə aparması. Roma deyiriksə, söhbət burada 1-ci əsrdən gedir. Deməli, 2-yə həm də C-ni aid edirik. 2-yə AC edirik. Və baxırıq, ölkə ərazisində türk soylu tayfaların yaşanması. Türk soylu tayfalar ilə 3-cü əsrdə də, 1-ci əsrdə də tayfalar yəni yaşayıbdı. Ona görə bu ortaq cəhət kimi 3-ə aid edərik. Deyir ki, Artabazanın hakimiyyətdə olması. Artabazan 3-cü əsrdə eradan əvvəl hakimiyyətdə olub. Bu da sadəcə 1-ə aiddir. 1-ə Y, 2-yə AC, 3-ə B-dir. 23-ə baxırıq, Cənubi Azərbaycanın 5-ci əsrdən fərqli olaraq 4-cü əsrdə. 5-ci əsrdə dövlət yox idi, amma 4-cü əsrdə artıq Atropatena dövləti mövcud olubdur. Və baxaq, məsələn, 5-ci əsrdə həmin imperiyasının hakimiyyəti altında idi. Bəli, hakimiyyəti altında idi.
Amma 4-cü əsrdə bu fərqli cəhət deyə bilmərik, yəni bir yanlışdır. Ərazə Kazusi Kasp tayfaları yaşayırdı. Bunu fərqli cəhət kimi deyə bilmərik. Makedoniya qüvvələri tərəfindən işğal edildi. Aha, baxaq görək burada Makedoniya qüvvələrinin nə vaxt işğal olunub? Eradan əvvəl 4-cü əsrdə. Yəni 5-də bu yox idi. Deməli cavab 3 olaraq doğrudur. Media satraplığı mövcud idi. Media satraplığının mövcud olması, yəni bu media satraplığı Əhəmənilər dövründə də var idi deyə fərqli cəhət götürə bilmərik. Türk mənşəli yeni dövlətin əsası qoyuldu. Bəli, Atropatena Türk mənşəli yeni bir dövlət idi və 4-cü əsrdə əsası qoyuldu. Ona görə də elə 3-dən 5-i götürərik. Xronoloji ardıcılığı müəyyən edin. Atropatın müstəqil dövlətin hökmdarı olması artıq 321, Artabazanın 223, Magneziya 190, Artabazdın Romeyli, bu da 36-dan sonra. Deməli, söhbət burada 321, yəni çoxdan aza doğru gəliriksə, yəni başlayacaq 1 ilə, sonra 223, 2, sonra elə demək Magneziya 193, sonra da 36-dan sonra, yəni 4 arıcıl düzülü yerə. 25. Uyğunluğu müəyyən edin. Artabaz, Aryovaz, Aryobarzan. Xarici siyasəti dəyişiklik edən Artabazdır. Yəni 1-ə A-nı aid edirik. 1-ə A. Oktavian Avqustların hakimiyyətə gətirən Aryobarzandır. 2-yə B-ni aid edirik. Hakimiyyətə olan sülalənin son nümayəndəsi olması. Bu Aryo dəqiq üzr istəyirəm. 2-də Aryovaz yazıbdı. Aryobarzana mən B yazmalıydım. Aryobarzana B. Hakimiyyətdə olan demək sülalənin son nümayəndəsi Aryovazdır. Demək 2-yə C-ni aid edirik. Böyük Midiyanın idarə edilməsi. Böyük Midiyanı idarə edən bilirik ki, kim olmuşdu? İskəndərin özü olmuşdu. Ona görə də buna heç birini aid edə bilmərik. Atropat Kiçik Midiyanı idarə edibdi. Eradan əvvəl 1-ci əsrin 30-cu illərində Parfiya işğalına qarşı mübarizə aparıbdı. Yəni 36 Fraspa döyüşündə Artabazdı idi. Deməli 1-ə həm də yeni aid eləyəm. Əvvəlcə Parfiya ilə dost olur Artabaz. Ona da diqqət edək. Yəni Parfiya ilə Artabaz dost olur. Amma sonradan Parfiya ilə olan münasibətlər pisləşir, Roma ilə yaxınlaşır. Ona görə də mübarizə aparması yenə də bunu Artabazda aid edərik. Yəni yeni aid edirik. Demək Artabazda 1-ə A ilə yeni aid elədik. 2-yə sadəcə C-ni aid elədik. 3-ə də sadəcə B-ni aid elədik.